Salamlar hər kəsə. Yenidən hər birinizi kanalımda görməyim üçün çox şadam. Bu günləri sizə sonuncu dəfə Trendyoldan aldığım alış-verişimi göstərəcəm. Ümumiyyətlə Trendyoldan tez-tez alış-veriş edən biri deyiləm. Çalışıram ki, həqiqətən çox ehtiyacım olan və yaxud da ki, uzun müddət istədiyim şeylər varsa, onları mütləq şəkildə alam. Yəni boş-boş alış-veriş etməyi heç sevmirəm. Bu baxımdan da bu günləri videoda sizə həqiqətən də düşünürəm ki, maraqlı şeylər göstərə biləcəm. Amma onu qeyd edim ki, mən Trendyol bağlamalarımı götürmüşəm hardasa bir həftə olar və bu günləri də bu videonu çəkdiyim zamanda artıq açmışam. Yəni burada karqolardan, qutulardan açım etməyəcəm çox vaxt getməməsi üçün. Artıq hamısını açılmış vəziyyətdə sizə göstərəcəm. İstəyirəm çox uzatmadan keçək videoya. İlk öncə bunu göstərmək istəyirəm. Bu bir dənə bədən spreyidir. Ümumiyyətlə bu spreyi mən heç istifadə etməmişdim. Heç bir anlayışım da yox idi. Yəni qoxusu necə ola bilər? Sadəcə üzərində sweet vanilla sözünü görüb vanil qoxusunun olduğunu bilmişdim və şirin bir qoxu olduğunu da təxmin etmişdim. Böyük bir riskə getdim əslində və əldə etdim. Amma həqiqətən əldə edən kimi mən bu spreyi vurdum. Amma o qədər çox gözəl qoxusu var ki, həqiqətən, yəni bilmirəm bunu sizə necə ötürüm. Yəni şirin qoxudur, amma kəskin şirin qoxu deyil. Yəni qətiyyən insanın başını ağrıtmır, yormur və qalıcı bir qoxudur. Həqiqətən neçə saat qalır yəni. Və çox belə həm də freshliyi də var. Biraz sərin və şirin qarışığıdır və vanilyanın da qoxusunu həqiqətən hiss eləyirsiniz. Yəni söz olsun deyə üzərində yazılmayıb cidden. Yəni həqiqətən onun şirin vanil qoxusu konkret olaraq hiss olunur. Yəni çox sevdim həqiqətən. Mən ümumiyyətlə bədən spreyi çox alan deyiləm. Əsasən ətirləri alıram. Çünki bunlar çox qalıcı olmur. Amma düşünürəm ki, bu qiymətə çox yaxşı aldım. Ümumiyyətlə onu qeyd edim ki, bu videoda aldıqlarımın hər biri təxminən 10-20 manat arasında olan məhsullardır. Yəni ondan 20 manatdan baha heç nə almamışam. Deməli, bunu həqiqətən çox bəyəndim. İkinci göstərmək istəyirəm, əslində videoda bilmirəm görünəcəkmi, belə bir flash kart almışam. Ümumiyyətlə flash kart çalışıram ki, münasib qiymətə, keyfiyyətli gördükcə alım. Bu 64 GB-lıq bir flash kartdır. Əslində şəkillərimizi, videolarımızı və s. depolamaq üçün çox yaxşıdır. Ümid edirəm ki, həqiqətən keyfiyyətli olacaq, uzun müddətdə məndə qalacaq deyə inşallah ümid edirik. Daha sonra göstərmək istəyirəm belə bir vitamin, D3K2 vitaminidir. Deməli, bu vitamin ümumiyyətlə D3 ilə K2-ni birlikdə içmək lazımdır. Bunu yəqin ki, çoxlarınız bilirsiniz deyə düşünürəm. Nutraxin markası ümumiyyətlə bu markada çox keyfiyyətli bir markadır və qiymət də münasib idi. Yəni 14, 13, 15 manat falan olardı. Yəni çox baha deyildi. Həqiqətən də etibarlı, güvənilir bir yerdən almışam. Yəni və inşallah ki, içməyə başlayanda ümid edirəm ki, faydasını da görəcəm. Onu da qeyd edim ki, yəni D vitamini, yəni K vitamini birlikdə qəbul olunmalıdır ki, həzm prosesi daha rahat getsin. Yoxsa normalda bağırsaqlarda həzm olunmur da. D vitamini təkcə içmək o qədər də tövsiyə olunmur həkimlər tərəfindən də. Daha sonra sizə göstərəcəm. Deməli, belə bir Misha'dan pambıq disk almışam. Çox böyük ölçüdədir, amma Misha markası ümumiyyətlə qəşəng markadır və bu da endirimdə idi. Yəni həqiqətən də içərisində səhv eləmirəmsə 400 dənə var və 100% pambıqdan olduğu yazılıb. İnşallah ki də qəşəng çıxar, keyfiyyətli çıxar deyə ümid edirəm. Pambıq disk yəqin ki, xanımlarımız hamımız yəni istifadə edirik. İstər-istəməz makiyajı təmizləyəndə axşamlar bizə çox lazım olur. Mən də əsasən hər dəfə standart markalardan alırdım, amma bu dəfə bunu görəndə istədim bir fərqli markada yoxlayım, görüm necə olacaq. Bunlar ümumiyyətlə qeyri-qida alış-verişlərim idi. İndi isə qida alış-verişini göstərəcəm. Mən Trendyoldan heç vaxt qida ilə bağlı nəsə almamışam. İlk dəfə idi əslində yoxluyordum və ümumiyyətlə qidada da fərqli şeyləri, yenilikləri yoxlamağa çalışan, xoşlayan bir insanam. O baxımdan da bu günləri elə qida ilə bağlı da bəzi şeylər göstərəcəm sizə. İstəyirəm çox uzatmayım. Deməli, belə bir Zübər markasını yəqin çoxlarınız bilirsiniz. Belə bir dənə Zübər markasından meyvə barları gəlib. Necə? Bu katkısız, koruyucusuz şəkəri meyvədən glutensiz vegan adlanır. Denəmə paketidir bu. Əslində bunun müxtəlif növləri var idi. Hərəsindən onlu şəkildə satılırdı, 10 dənəli. Amma mən düşündüm ki, mən onu ala bilmərəm. Çünki mən dadlarını bilmirəm. Yəni birdən bəyənmərəm hansısa növünü. Ehtiyac yoxdur da o qədər almağa. Ona görə dənəmə paketi almaq qərarına gəldim və bunun dadına baxmamışam bu arada. İndi sizlə hamısının bir-bir dadına baxacağım. Öz real fikirlərimi bölüşəcəm. Yəni zaten üz mimikalarımdan da hiss olunacaq bəyənib bəyənmədiyim. İçərisində bu şəkildədir. Belə göstərim sizə. Deməli, burada bir-bir yoxlayaq. Birincisi bu formasıdır. Züberdən katkısız, koruyucusuz, antep fıstıqlı, kakaolu meyvə bardır. İndi bunun dadına baxaq görək. Bu necə dadır? Sonra o birlərin dadına baxacağıq.
Hmm. Qəşəngdir. Yəni kakaonun dadı həqiqətən hiss olunur. Amma məncə Antep fıstığının dadı çox da hiss olunmur. Yəni onu çox da ala bilmədim. Daha sonra göstərəcəm bunu. Bu növü vanilyalı kakaolu meyvə vardı. İndi görək bunun içərisində vanilyanın dadı hiss olunurmu? Mənə əsas o maraqlıdır. Daha sonra deməli düşünürəm ki, dadları elə təxmini yaxındır. Heç bunu da yəni vanilyanı hiss eləmirəm. Ancaq kakaonun dadı gəlir hamısından. Sonra fərqli bir növünü yoxlayaq. Mən hansı növünü yoxlamadım bunu. Elmalı tarçınlı meyvə bar olanı yoxlamadıq. İndi bunu yoxlayaq. Görək bunda da darçının dadı yəqin hiss olunar deyə düşünürəm. Çünki darçının kəskin bir dadı var əslində. Düz bilmişəm. Bunda həm alma, həm də darçın dadı hiss olunur. Həqiqətən bunu ala bilərsiniz. Üstündə yazılandan birə-bir eynidir. Və çox qəşəngdir bu arada. Sonra belə kakaolu fındıqlı olan növü var. İndi bunu da yoxlayaq görək fındığın dadı hiss olunurmu? Kakao yəqin hiss olunacaq. Zaten o birlərdə də kakaolardan kəskin hiss olunurdu. Bunda fındığın da dadı var. Hətta fındığın dənəcikləri var içində. Superdir. Bunu tövsiyə edirəm. Bir də bu növü qaldı. Bu arada içərisində 10 dənədir cəmi və 5 dənə növdə hərəsindən 2-2-dir. Bu da yer fıstıqlı kakaolu meyvə vardı. Görək bunun içərisində yer fıstığının dadı varmı? Kakaonu demirəm, yəni kakaonusu da bilinir. Var. Super, bunu da çox bəyəndim. Bir dənə göstərdiyim ilk 2 dənəsində bunlar idi da, səhv eləmirəmsə. Fındıq, yox, Antep fıstıqlı da hiss olunmurdu. Bir də bu növündə səhv eləmirəmsə hiss eləmədim vanilyalıda. Qalan hamısında amma hiss olunur. Daha sonra bu belə. İndi isə keçək növbəti bağlamaya. Bu da belə bir qutuda gəlib. Qutunun içərisində nə var sizə göstərim. Deməli qutunun içərisində belə Tutqunun bu tart versiyalarda. Bunun neçə dənədir say olaraq yadımda deyil. Amma bir xeyli var yəni. Qutu doludur ağzına kimi. İstəyirəm bunun da dadına baxın. Elə burada videoda. Özümə də çünki maraqlıdır ki, görün necə dadıyır. Həm də mən tutqunu ümumiyyətlə sevirəm və bu növü. Baxın, üstündəki şəkildəki kimidir kopya. Gördüyünüz kimi. Qəşəngdir. Və əsl tutqudur da, yəni sadəcə tart formasındadır. Turta kimidir də, yəni. Çox qəşəngdir, bunu da bəyəndim. Daha sonra belə qutunu göstərmək istəyirəm. Belə bir qutudur. Bu qutunun içərisində nələr var? Bunları burada açmayacağım. Çünki bunu açsın gərək hamısını yeyim də. Açıq qalsa bilmirəm, yaxşı olarmı? Noxud cipslərdə əslində hamısı sadəcə fərqli növlərdədir. Ekşi krema soğan çeşnili belə bir növü var. Daha sonra bu Ege baharatlı növüdür. Daha sonra 5 dənə növdür, səhv eləmirəmsə. Bu hansıdır? Bu da acılıdır, çili növüdür. Hamısı noxud cipsidir də, yəni. Sadəcə cipsdir, prosto noxud cips versiyasıdır. Və bu hansı növüdür, bilmədim. Bunu fıstıq ezməsi. Fıstıq ezməsi maraqlı gəlir. Bu görəsən necə bir dad verir. 100% fıstıq ezməsi yazılıb özdə. Bunu bəlkə açaq dadına baxaq. Maraqlı gəlir. Bunu açaq. Baxın, belə kukruz kimidir. Fıstıq ezməsinin dadı həqiqətən hiss olunur. Bəyəndim. Tuzdur, amma hər şey yerindədir. Yəni duzu falan. Fıstıq ezməsi də konkret hiss olundu yəni. Və bir də belə bir növü var. Yoğurt, mevsim yeşillikləri və çeşnili. Bunlar hamısı qatqısızdır, koruyucusuzdur. Yəni əlavə qatqıları yoxdur deyə əslində çox rahatlıqla aldım. İçindəkiləri oxuyum. Noxud unudur, pirinç unudur, ayçiçək yağı, pirinç irmiyi, yoğurt və mevsim yeşillikləri çeşni, peynir altı suyu tozu, tuz, doğal aroma vericilər, maya ekstraktı, baharat və baharat ekstraktlarıdır. Yəni zeytin yağı, tuz, limon, sirkə, yoğurt tozu bu şəkildədir. Yəni əlavə belə zərərli qatqılar həqiqətən içində yoxdur.
O baxımdan düşünürəm ki, çox yaxşı bir alış-veriş elədim. Yəni həm xoşum gələn, həm istifadə edə biləcəyim, hansı ki, məsələn, flash kartdır, vücud spreyidir, vitamindir. Bunlar zaten istəyirdim, ehtiyacım var idi. Qida da ki, zaten belə fərqli qidaları xoşlayıram. Həm də düşünürəm ki, hamısı meyvə barları olsun, bunlar olsun. Yəni zərərli fast food məhsulları deyil və düşünürəm ki, həqiqətən sağlamlığıma da ziyan etməmiş oldum və qiymətləri də bu arada çox münasib idi. Link bacara bilsəm, əgər açıqlama hissəsinə linkini yerləşdirəcəm, daxil olub siz də sifariş edə bilərsiniz bu şəkildə. Videonun sonuna qədər izlədiniz. Hər birinizə təşəkkür edirəm. Növbəti videolarda görüşənədək hələlik.